Xaricdə yaşayan jurnalist Sevinç Osmanqızı Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilib. Doğru Xəbər Azərbaycan bildirir ki, bu barədə Baş Prokurorluq İctimai TV vasitəsilə məlumat yayıb. Sevinç Osmanqızı Cinayət Məcəlləsinin 220.2-ci hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi ixtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə və 281.2-ci dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə maddələri ilə ittiham olunur. O istintaq orqanından qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı həmin tarixdə axtarış elan edilib, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin eyni tarixli qərarı ilə barəsində qiyabi həbs qəti imkan tədbiri seçilib. 1969-cu il təvəllüdlü Sevinç Osmanqızı Mirzəyevaya izah edilir ki, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 20 noyabr 2025-ci il tarixində 16:00-da Bakı şəhəri Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Azərbaycanın Baş Prokurorluğunun İstintaq Baş İdarəsinin inzibati binasına gəlməlidir. Xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda barəsində qiyabi icraat açılması, qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.